Salam əziz dostlar. Sizi salamlayıram. Ərazisinə görə dünyada bir nömrə olan və yaxud da dünyanın ən böyük eksklavı olan, yəni ana ölkədən kənarda bir muxtariyyət olan Naxçıvandan. Naxçıvan mənim üçün, mənim qəlbimdə və Azərbaycan tarixində, Azərbaycan üçün xüsusi bir yeri var. Çünki Naxçıvanı araşdıranda baxdım ki, burada o qədər tarixi abdə, görməli, gəzməli yer var ki, yəni adam deyir ki, yaxşı ki bu ərazi Azərbaycandadır. Bax, burada ilk dəfə muzey olub, Naxçıvanda Azərbaycanın ilk dəfə muzey qurublar. Cəlimə Məquzların evi. Sonra ilk dəfə bayrağımız burada dövlət bayrağı elan olunub. İlk dəfə Naxçıvan Sovetdən ayrılıb, yəni müstəqilliyin elan edib. Baxmayaraq ki, deyirlər ki, Sovetdən ayrılan başqa ölkələr olub, amma əslində qalsa Naxçıvan olub 19 yanvar 1990-cı ildə. Sonra Daş-Duz mədəni var, 5000 yaşı var onun deyilinə görə. Gəmiqaya yazılarının 6000 yaşı var. Naxçıvan şəhərinin özünün deyilinə görə 3000 yaşı var. Yəni qədimi bir yerdir. Əs-Sabı Kəfdir və mənim üçün ən vacib yerlərdən biri də Naxçıvana gəlsən, buranın ağsaqqalından soruşmaq lazımdır əlbəttə ki. Ağsaqqaldakı bax buradadır. Türbəsi budur. Nuh Peyğəmbərin qəbri. Nuh bəzilərdə ehtimal olunur, amma burada bir çox faktlar var ki, üst-üzə düşür. Biri burada türbənin burada olması. Əlbəttə ki, türbə bu Sovet vaxtı tikilən olub, belə çıxır ki, yəni son dövrdə tikilmiş bir şey olub bu türbə və deyilinə görə Nuh Peyğəmbərin qəbri də hani İlandağ. Hə, o tərəfdə. Hə, o da. İlandağın bəs üstünə, zirvəsinə enib o Nuh tufanından sonra. Bildiyim qədərilə Peyğəmbər türbəsi, Peyğəmbər qəbri olan 3 ölkə var dünyada. Biri İsraildir və Səudi Ərəbistanı və biri də ki, Azərbaycan sayılır. Ona görə də elə vaxtım çox az deyə onu seçməyə qalsaydı, ona görə ən bir nömrəli obyekt mənim üçün Nuh Peyğəmbərin qəbrinin türbəsi idi. Ona görə də gedək baxaq içinə görək nəyi var. Necə tikilib, necə bərpa olunub bu türbə.